Dear students, əziz tələbələr, the school trip will be held next Monday. Məktəb gəzintisi gələn bazar ertəsi keçiriləcək. No food will be served. Yemək verilməyəcək. Please bring your lunch and a bottle of water. Zəhmət olmasa naharınızı və bir şüşə su gətirin. The bus leaves at 7 o'clock in the morning. Avtobus səhər saat 7-də yola düşür. Next stop will be 2 hours later. Növbəti dayanacaq 2 saat sonra olacaq. If you cannot attend, inform your principal at least 1 hour earlier. Əgər iştirak edə bilmirsinizsə, ən azı 1 saat əvvəl direktorunuza məlumat verin. Mətnlə bağlı düzgün variantı qeyd edək. A variantında the students who cannot participate will get an extra trip. Yəni, iştirak edə bilməyən tələbələr əlavə səyahət olacaq. Belə bir məlumat qeyd olunmayıb. The bus will stop in half an hour. Avtobus 1 saat yarıma dayanacaq, 2 saat müddətindən sonra dayanacaqdır. The bus will leave at 7 o'clock in the evening. Avtobus axşam saat 7-də yola düşür. Əksinə səhər saat 7 idi. The students have to bring their food themselves. Tələbələr özləri ilə yemək gətirməlidir. Düzgün cavabımız D variantında qeyd olunub, çünki yemək xidməti göstərilmirdi və burada qəliyyən altı ilə suyu özləri ilə gətirilməyi deyilirdi. Participants will be offered a lot of food. İştirakçılara çoxlu yemək təklif olunacaq. Yenə də yemək xidməti göstərilmədiyi üçün Y variantı yanlışdır. Düzgün cavabımız D variantı götürülür.